Hardaydı ki Teymur Məmmədov? İçəridə işgəncə verilən yerdə. İşgəncə verilən yerdə. Yəni, Və general deyirsən, generala da məlumat verildi. o da oradaydı. Çox adam var idi orada. Hansı general? Hikmət Həsənov. Qiyas Abbasov oradaydı. Çox adam var idi orada. Prosto siz üzünü gördüyümüz adamlardı. Hərbiçilərdi, yüksək rütbəli zabitlərdi. Yüksək vəzifəli zabitlərdi, komandirlərdi. Ancaq adını bilmirik, tanımırıq. İkinci mərtəbədə üzə başladılar rezin şlankla, plasmas şlankla döyməyə, turbayla. Onu bir müddət onunla döyürdülər, sonra keçirirlər tok verməyə. Mənə onunla döydülər. Orada 2 saat, 3 saat arası döyündən sonra halım pisləşdi. Vəziyyətim çox pis oldu. Həkim idi də, yəqin ki, gəldi təzyiq. Orada ən çox təzyiq ölçürdülər. Təzyiqimi ölçdülər, mənə bir müddət dayandırdılar. 2 saat arası mənə dəymədilər. Əllərimi arxadan, ayağımı da belə çevirib, əllərimi arxadan ayağıma bağlamışdılar mənə. Çamadan kimi. Çamadan kimi mənə. Belə hara sürüyüb ora aparırdı, orada döyürdü. Sonra o yorulurdu, gətirdi bu sürüyü aparırdı o tərəfə, orada döyürdü. Siz, yəni, insana elə eləməzlər. Mən inanmıram ki, erməni əlinə əsir düşən hərbiçimizə onu eləyər. Mən başına bir güllə vurar, vallahi billahi ondan yaxşıdır. Orada mən bir dəfə biri qayıtdı ki, o şeylə döyülmüşdüm. Şlanklarla döyüləndən sonra biri qayıtdı. Dedim, ölmək istəyirəm mən. Dedi, kəndir gətirək özün alsın. Dedim, gətirin, vallahi alsın, canım qutarsın. Mən, nədir də bu, niyə belədir? Mən nə eləmişəm ki? Vətənə, millətə xidmət eləmişik də, döyüşmüşük, canımızı vermişik. Mən indi xidmətimdə ki, maraqlansaz bilərsiniz. Mən 2 dəfə Azərbaycanda keçirilən biatlon yarışlarında yer tutmuşam. Məni belə tutmasaydılar, mən Rusiyaya, Azərbaycanı təmsil eləməyə getməliydim tank yarışlarında. Hər şey hazır idi, seçilmişdim. Generallar da seçmişdi məni Bakıda biatlon yarışlarında. Nə olsun, bir şey əzdilər orada insanları çox həddindən artıq, yəni insana yaraşmayan formada. Başqa nə işgəncə verirlər? Orada həmin o şlankla döyülmədən sonra mənə verdilər tok apardılar. Bir müddət tok verəndən sonra canımda nətər deyim, təpər var idi, iradə var idi, dözüm var idi, hələ qırılmamışdım, sınmamışdım. Başladılar sol ayağımdan, istəyirsiniz göstərim, çəkər. Deşiklər açmalı sol ayağımdan. Maradasa Nəyinə deşik açılır? Katinka məftil idi, uzunu yonmuşdular, arxasını tutacaq düzəltmişdilər. Dizimin yanından birinci başladılar, buradan dərinin altına salıb üz aşağı yeridirdilər. İzləri də var burada. Kimi? Katinka məftil idi. Katinka məftilinə deşirdi, atverka kimi. Bəli, atverka kimi. Əllər də bağlı, ayaq da bağlı.